nazildir. Yəni, onu təfsiri gör ki. Yəni, o dərəcə şişirtmək. Əgər nazil olsaydı təfsir səmadan, İxvanlar deyir ki, Zilal Quran, Seyyid Qüsum kitabı nazil olardı. Subhanallah. Təbari təfsirçilərin padişahı. Kim gəlib hamısı təqlid edib Təbariyə? Təbaridən götürüb. Razi, İbn-i Kəsir, Bağavi, Şavkani və s. sadəcə qutarmır. Yüzlərlə təfsirlər. Deyir, Seyyid Qüsum nazil olardı. Subhanallah. Öyle görsən səlalət insanı dərəcə yaparır. Və həmçinin burada gəlib ki, hədistə də var, hədistə Tirmizi, İmam Tirmizi və Əhməd Rahiməhumullah rivayət ediblər ki, bəs Peyyambar salasən buyur ki, əgər bir qovm zəlalətə düşsə, onlar mübahisə eləyərlər ancaq. Yəni, daima mübahisə eləmək o adamın zəlalət yolda olmağına dəlildir. Əgər bir qovm bir zəlalətə düşsələr, artıq onlar daima mübahisə eləyər. Bu, Allah sifətləndir. Mübahisə eləmək, çox mübahisə eləmək, xüsusən batildə. İnatkarlıqla və s. haqqı istəməyinə azad, pis niyyətlə, onlar hamısı zəlalət əhlinin üslublarıdır. Aydındır. Və həmçinin Şeyx Rahimullah Buxaridən bu qaydanı çıxardı, Səhih Buxaridən və Müslimdən. Peyğəmbər sallallahu buyurub ki, Allah Taala'ya ən qəzəbli gələn adam boş-boşa mübahisə eləyəndir. Və həmçinin mübahisəsində dili möhkəm olandır. Adam var, görsən, batildir, lakin elm mübahisə eləyir ki, cavab verilmirsən. Aydındır? Bu kim deyirsə? Rasul sallallahu aleyhi ve sellem. Həmçinin Ömər ibn Abdülaziz. Ömər ibn Abdülaziz. Ömər ibn Abdülaziz rahimehullah. Bu da Əməvi əmirlərindən biridir, xəlifələrindən. Rahimehullah adil idi. O vaxtında adilli idi. Yəni ona görə Peyğəmbər ki sallallahu aleyhi ve sellem deyib, məndən sonra 12 imam olacaq və Səhih Müslimdə də hədis. O hədisdə belədir ki 12 əmir olacaq, bir rivayətdə də 12 xəlifə olacaq. Bir rivayətdə də 12 imam. Yəni söhbət gedir dövlət başçısı. Aydındır. Və Əhl-i-Sünnə vəl-Cəmaət deyir ki, yəni 4'ü var Əbu Bakır, Ömər, Osman, Ali və həmçinin deyirlər 5-ci Ömər ibn Abdülazizdir. O vaxtında da, çünki hədis belə gedir, 12 imam olacaq, məndən sonra o vaxtda adilli olacaq. Dil hardandır o, Haşim yoxsa Qureyşdən? Yox, gəlir ki, Qureyşdən olacağımız. Hədisdə? İnşallah, Ömər ibn Abdülaziz onlardandır. O vaxtında ümumiyyətlə adilli idi və hər cəhətdən yaxşı idi, yəni iqtisadiyyət cəhətindən də. Zəkat dövlət malından çıxardılar xəzinəsindən ki, paylımalı malı heç kəs almırdı. Deyirdi ki, aparın, paylayın. Kim borcu var, götürüb buradan versin. Aparın, paylayıdlar, gəlirlər ki, götürən yoxdur, ehtiyac yoxdur. Sonra kim evləndirməyib, uşağın alsın, buradan evləndirsin. Gəlib gəlirlər, hərəm qalıb. Belə, nə qədər şeylər pul qalırdı, yəni şey olmurdu. Yəni cəmiyyətdə təsəvvürlə o cür vəziyyətdir. Aydındır, bizdə eşitsələr artıq deyəcəklər, bax, səhər pul payı çıxacaq paylımağa. Gəlib gecə görəcək, hamısı öldürüb pulla paylılar. Allah-ı Müstəhan, gör necə insanlar vəhşiləşib. Ac olublar, ac. O bizdə Şeyx Həsən radiyallahu anh'dandır. Həsən radiyallahu anh xilafətə az oldu axı, yəni 6 ay çox şey eləmədi əslən, radiyallahu anh. Sonra gördük ki, doğrudan idarə eləmək çətindir, ümmətdə fitnə düşüb, idarə eləmək çətindir. Verdi Muaviyyəyə, çıxdı, minbərə dikəy cəmaat, mən biyyət ilə Muaviyyəyə və hamız diləm ki, əmr eləm ki, biyyət ilə Muaviyyəyə. Sonra İmam Hüseyin çıxdı radiyallahu anh, dedi ki, mən də biyyət ilə Muaviyyəyə və hamız əmr eləm ki, biyyət ilə. Necə tarix kitablarında yazılıb. Muaviyyə radiyallahu anh olaraq aiddir. Valla bəzi Əhl-i Sünnə vəl-Cəmaət deyib ki, saylandır, yəni necə gəliblər hələ. Yəni,
4, sonra Həsənlə daxildir, sonra Muaviyyə, sonra Yezid və s. belə gedir. Onun abunlarımızı da daxil. Bəzilər deyirlər, yox. Bəzilər deyirlər ki, bəs 4-ü Ömər ibn Abdüləziz və s. Bəzilər deyirlər, olur və bəzilər deyirlər, Allah bilir. Hələ ən salamatı Allah bilirdi. Ən salamatı. Ola ki, rahat deyə bilərsən 5-in. 5-in. Ola ki, Muaviyyənin də 6 da demək olar Muaviyyənin. Çünki Muaviyyə radiyallahu anh'ın vaxtında doğrudan əmin amanlıq idi. Görürsən, bir dənə şey olmadı o vaxtında. Bir də böyüdü İslam dövləti. İslam dövlətləri, fəthlər tamam etdi. Donanma yarandı və s. Yəni, dənizdə müharibələr başladı, gəmilərlə başladılar fəthə gedməyə. Muaviyyə radiyallahu anh'ı çox, yəni 40 il hakim oldu, 40 il. Yəni 19 il xəlifə olan vaxtı, yəni xəlifələr olan vaxtı, düzdür, hakim idi müəyyən şəhərlərin. Sonra 20 ildə xəlifə özü oldu. Əmir bütün İslam dövlətinin böyük. Təcrübəli idi doğrudan. Radiyallahu anh'ı. Sonra İmam Əhməd həmsinin Ömər ibn Abdüləziz nə deyir? Radiyallahu anh'ı. Deyir ki, radiyallahu anh'ı, kim istəsə daima mübahisə eləyər, o daima gəzər, orada burada olar. Yəni, düşmən çox olar, mübahisə ilə sonra görər, qaçar bu tərəfə, sonra oradan qaçar bu tərəfə. Və ya gedər o tərəfə, ona mübahisə, bir yerdə dayanmaz bu. Yəni, sakit olmaz. Yəni, mübahisə eləyən şəhini hələ olar. Daima. Həmçinin Həsən Basri, rahiməhullah, gəlib biri deyir ki, mən istəyirəm səninlə mübahisə eləyim. Həsən Basriyə. O da deyir ki, baxır ona deyir ki, əlhəmdülillah Allah təala mənə haqqın, yəni, yönəldib. Mən haqqı tapmışam. Əgər sən tapmamasansa, get başqasına mübahisə elə. Özün kiminlə. Hansı ki, haqqı tapmayıb. Yəni, mən haqqı başım. Yəni, mən haqqı tapmışam, mən mübahisə elə verəm. Sən əgər zəlaətdəsəsə, get özün kimi axtar, zəlaətə uşan, bir-bir haqqı axtaramağa. Yəni, mən vaxtımı keçirmirəm sənin kimlərlə. Mən görsən ki, sələflər mübahisə eləməzdir. Düzdür, mübahisə eləyərlər, ehtiyac olsaydı, belə hər adamla özləri olmazdı. Yəni, gəlib, yəni, deyir ki, mən istəyirəm sənin mübahisə eləyim. Əgər biri gəlirsə, deyir ki, mən sənin mübahisə, biri gələn kimi heç də bilmir o. Bilən adam hələ eləməz. Bilən adam heç vaxt deməz, mən sənin mübahisə eləyim. Mən dəhşətəm və s. Bilən adam deməz hələ. Hələ deyən dəlildir ki, heç də bilmir. Aydındır? Elmin kamilliyindən biri də odur ki, demək ki, mən bilmirəm. Elmin kamilliyindəndir. Adamın göstərir elminin kamilliyindən. Ona gəlib İmam Əhməd, İmam Malikə İraqlılar yollayır çətin suallarla 40 dənə. İmam Malik radiyallahu anh 3-4-üne cavab verir, o birisilər deyir ki, bilmirəm. O da deyir ki, gələm İmam əhlinə nə deyim? Yəni, deyirsən ki, İmam Malik, birdən İmam Malik elə fikirləş ki, İmam Malik daha yox demə, birdən deyərlər İmam Malik bilmir zaten. Deyir ki, get dinə ki, İmam Malik dedi ki, bilmirəm. İxlas var idi Allah, ixlas var. İmam Malik bilmirəm. Bizdən soruşsalarsa, 40 dənə sual, 70-nə cavab verərik. Allah-ı Müstəhan. Şeyh, bilir, lakin övrətmir. Bilir, lakin övrətmir. O da eyibdir, bilən öyrətmir. Hələ bilirlər, ondan övrətmir, susur elə belə. O eyibdir. O elmi gizlədənlərdəndir, o qorxulu şeydir. Bilən axı məsuliyyətə bilmək üçün, yəni ki, deməlidir. Bilən deməlidir. Ha, bilən deməlidir. Konuşursan, susur bir qaydası budur, örgən ki, susun həmişə. Bu sizin birinci dediyinizdir, ikincisi, ümumiyyətlə, kim bilirsə gələ öyrədə. Xüsusən, kim bilirsə gəlib sual verirlərsə, cavab verməlisən. Şəraitə baxmaq lazım. Şərait burada nə problem var, şərait? Ola bilər, bir yerdə məsələ bir insan ayağında cavab versən. Hər adama yox da, qardaş deyir ki, mən elə bir yerdədir, bir nəfər var, bilir, gəlib onlar deyirlər ki, dərs keçmişə, o da keçmir. Və ya məsələn, sual verirlər, vermir cavabın.
Bu eyibdir. Eyibdir. Yaxşı. Olur belə görsən, insan elm tələbəsidir, dünya malına görə azır və ya qadına görə azır, elmi tərk edir, elmi itirir. Dinar, dirhəmə görə və ya neysə görə itirir elmi. Bu da o adam üçün pis şey, əlamətdir çox. Sonra burada İmam Əhməd deyil, Əhməd İbni Əbil Hivaridən gəlir ki, Abdullah ibn Busri mənə dedi ki, təqva əhlindən idi, Abdullah ibn Busri. Əhməd ibn Əbil Hivari deyir ki, Abdullah ibn Busri mənə bir gün dedi ki, sünnətlə gedmək, yəni bu minhəcdə gedmək bu yolda, o demək deyil ki, zəlat əhlinə cavab verəsən. Sünnət, bizdə sünnət o deməkdir ki, zəlat əhlindən söhbət eləməyəsən. Zəlat əhlindən əslə söhbət eləməyəsən, əslə odur. Həmçinin Həmbəl ibn İshaq burada deyir ki, bir kişi İmam Əhmədə məktub yazır. İmam Əhmədə məktub yazır və deyir ki, bu barədə sual soruşur ki, zəlal təhlinin mübahisə yazır. İmam Əhməd də əslən elə cavab yazır ki, əslən yəni göstərir ki, İmam Əhməd ki, zəlal təhlinin oturub mübahisə eləmə. Lakin, təbii ki, İmam Əhməd bu məsələdə çox sərt olub. Lakin mübahisə eləmək olar. Mübahisə eləmək olar, əgər məsləhət varsa, məsləhət. Əgər insan xoş niyyətlə gəlib sənlə işin haqqı axtarsın. Oturub söhbət eləmək olar. Amma adamlar yazan haqqı axtarmır. Zəhələlər lazımdır vaxtı keçirsən. Aydındır. Sonra Şeyx Rəhməllah buyurur ki, وَالسُنَّةُ عِنْدَنَا əsəru Rasulillahi sallallahu aleyhi ve sellem 7-ci qayda. Yəni Peyğəmbər salsın yolu, yəni sünnət, Peyğəmbər salsın yolu bizdə Rasul salsın əsərləri üstə quzulub, yəni hədislərin üzərində. Bu yol Peyğəmbər salsın yəni hədislərin üzərində qurulub. Yəni bu yol dəlil yoludur. Dəlillə gedmək yolu. Bu yolda kimsə rəyi yoxdur. Xüsusən elə rəy ki, Quran sünnəyə müxalifdir. Bu yol Rasul salsan hədislərin üzərində qurulan yoldur. Peyğəmbər salsın yoludur və onun sahabələrinin. Bu da yəni qaydalardan biridir. Həmçinin sonra 8-ci qayda buyurur ki, Rəhiməllah və sünnətu tufəssirul Quran və hiyə dəlailul Quran. Sünnət Quranı təfsir edəndir. Rasul salsın hədisləri işi Quranı təfsir edəməkdir. Quranı açıqlamaqdır. Peyğəmbər salsın Quranı şərh edib. Ona görə Allah Subhanahu Nəhl surəsinin 44-cü ayəsində buyurur ki: "Və ənzəlnə iləykə zikra litubeyyinə linnəsi mə nuzilə iləyhim və ləalləhum yətəfəkkərun." Nəhl surəsi 44-cü ayə. Allah Subhanahu və ənzəlnə iləykə zikra. Biz bu Quranı sənə nazil edirik litubeyyinə linnəsi. İnsanlara bəyan edəsən sən, açıqlayasan. Nəhl 44. Bu ayə göstərir ki, Rasul salsan yolu Quranı şərh etmək üçündür. Peyğəmbər salsan hədisləri Quranı təfsir edir. Ona görə kim Peyğəmbər salsan hədisləri inkar eləyir, o Quranı təfsir etsə zalata düşəcək. Quranı yol Peyğəmbər salsın vasitəsiləndir. Peyğəmbər salsın yol sahabələr vasitəsiləndir. Sahabələrə yol elm əhlinin vasitəsiləndir. O belə, yol belədir haqqa. Kim başqa yolla gedir, onun zəlalata düşməyə ehtimalı çoxdur. Çox, 99 və 99. Aydındır. Ona görə Məkhul-ü Şəmi deyir ki, Məkhul, rahiməhullah, deyir, belə baxanda əgər, belə, Quranın sünnə ehtiyacı, sünnə Quranın ehtiyacından çoxdur. Yəni, Quranın sünnə ehtiyacı daha çoxdur. Çünki Quran ümumən gəlib axı. Sünnə şərh edir onu. Ona görə insan Quranın ayələrini oxuyan kimi tez hədislərə baxmalıdır.
Çünki hədisdə də onun şərhi. Quran öz ayələrin çox az şərh eləyib. Gəlib bəzi ayələrdə şərh eləyib, lakin geniş yox. Amma sünnə şərh eləyib. Yəni, ona görə kim Peyğəmbər sallallahu hədislərini inkar eləyir, ümumiyyətlə bu küfürdür. Kim inkar eləyir, zəlalətə düşür 100%. Şək yoxdur onda. Şək eləmək olmaz o arada. Çünki 100% o zəlalətdədir. Çünki Peyğəmbər sallallahu hədisləri də vəhdir. Allah subhanətə deyir, onun danışıqları vəhdir. Yəni vəhdəndir, sünnə də vəhdəndir. Təbii ki, uydurmalar yox. Səhih hədislər. Səhih hədislər vəhdir. Çünki Allah Peyğəmbər sallallahu bir şey deyəndə, əgər ayə gəlmirdirsə ki, yox, belə deyil, belədir, deməli Allah da razı idi ondan. O da vəhdir. Deməli Allah da razıdır. Quran vaxtı nazil olan vaxtı Peyğəmbər sallallahu nə deyib? Allah Teala deyib ki, gəlməyib ki, ayə ki, o düz deyil, deməli Allah Teala da razı ondan. Onun sünnə vəhdir. Quranı sünnəsiz götürmək zəlalətdə düşməkdir və şək yoxdur ondan. Və sonra Şeyx Rəhməllah 9-cu qaydanı buyurur ki, "Vəleysə fi sünnə qiyas." Qiyas yoxdur sünnətdə, qiyas. Qiyas məsələsi. Lakin bu qalsın gələn dərsimizə inşallah. Şeyx bunu kim deyir? Qiyas. Sünnəyə ehtiyacı çoxdur. Məkhul. Məkhul Şami. Şamlı bir dənə məkhul. Məkhul alimin adıdır. Şeyx Məkhul rahimehullah. Şeyx o deyirlər ki, hədisdə alimlər səhv yaza bilər, insan səhv edə bilər. Hədisdə alim yazmıyor. Səhv ola bilər. Lakin yoxlanılandan sonra hədis də, biz demirik ki, hədis gördün götür günə. Biz deyirik, hədis varsa yoxla yenə. Gör bu hədis səhiddir yoxsa yox. Hədis əhli axı qaydalar qoyub. O qaydalar sən bilsin, arxain olarsan ki, yəni səhih hədislər var və o hədisləri ki, deyilib səhihdir, yəni çıxartırlar, o hədisləri ki, deyilib səhihdir, onlar dəqiq ki, səhihdir, Peyğəmbər sallallahu deyir. Çünki hədis qaydası şərtlərinə baxsan, necə şərtlər qoyublar dəhşətli. Yəni o hadisə ki, deyiblər səhiddir, bir arxain olmur. O səhiddir, Peyğəmbər 100% deyib onu. Əgər zəifdirsə, götürmə və ya uydurmadsa, at qırağı onu, hədis də öyle sayılır aslında. Dəvalət deyir ki, səhih hədislərdə Səhih hədislər də ola bilər. Lakin arxain olmayıb. Arxain ol. O adam ki, danışır hədis elmini bilmir ona görə. Mən İslam'a gələndə 20 il bundan qabaq bilmirdi heç nə. Kommunistlərin vaxtı idi da. Beşlər çox gəlmək olmadı, çünki qovurdular. Biri var idi, nəsə nağılı, mimmi gecə nağılarını danışırdı. Mən də deyirdim, dəhşət alimdir da. Dedim ki, sən bu nağıla necə söyləyirsən da? Dedi ki, bəs deyirəm, özün fikirləşsin, deyirəm, özün fikirləşsin, oturub belə, fikirləşirəm mənə. Deyirdi. Dedim ki, mən də gəldim evə oturdum, İstədim ki, fikirləşdim və nağıl söyləyəm. Bacarmadım. Dedim, necə dəhşətli alimdir, yoxsan. Necə fikirləşirir nağılları. Bacarmadım nağıl fikirləşməyə. Dedim, dəhşətli alimdir. Sonra Allah sana göz açandan sonra gözə ya. Elhamdülillah, Allah subhanətə haqqa göz açdı, elhamdülillah. Yaxşı, deməli, çox sağ olun. Biz deməli, İmam Əhməd radiyallahu anhu rahiməhullah Əhl-i-Sünnə və Cəmaə imamı 7-ci qayda qoyub sünnə yoluna, yəni qaydasılara, əsasları və buyurur ki 7 yoxsa 9-cu qaydadır. Və leysə fis-sünnə qiyas. Yəni Peyğəmbər sallallahu aleyhi ve sellem yolunda qiyas yoxdur. Nə deyirsən? Qiyas yoxdur. Qiyas yəni, məsələn, bir dənə məsələdir. Tutaq ki, bir dənə məsələ çıxıb,
filan meyvə barədə. Məsələn, filan meyvə olanda bəl etmək lazımdır. Lakin başqa meyvələr barədə deyilməyib, məsələn. Çünki, məsələn, Ərəbistanda, meyvə demək olar bitmir. Yoxdur. Mədinədə tutaq ki, bir dənə xurmadan başqa işdə yoxdur. Ona Mədinə deyəndə xurma nəzərdə tutulurdu. Məkkə deyəndə su. Çünki zəmzəm idi əsas. Məkkədə heç ağac da yoxdur. Ağac yoxdur. İndi əkiblər gündə 10 dəfə suluyla ki, qurumasın. Ciddə isə balıqla. Dənizdə axı. Belə məşhur idi, yəni Məkkə, Mədinə və ciddə. Başqa meyvələr, məsələn, başqa ölkələrdə meyvələr var. Biri gəldir ki, alma da məsələn ona aiddir. Yəni, dəlil nədir? Dedi, qiyas elədim, müqayisə etdim. Xurma ilə, məsələn, oradakı meyvələrlə dedim. Belə, müqayisə etdik, qiyas bu deməkdir. Yəni, müqayisə etsən və məsələni, məsələn, tutaq ki, Aleyhisselam, məsələn, Peyğəmbər salsın qiyas silib özü, sahabələr də. Məsələn, Peyğəmbər salsın biri yanına gəldi, sahabələrdən dedi ki, ya Rasulullah, mən yoldaşımdan şübhədəyəm. Dedi ki, ne üçün? Otur fikirdir. Yəni, bu pislərdə gedir. Şübhədəyəm, nə mənədir? Yəni, şübhədəyəm də, yəni, çünki uşaq olub, uşaq rəngi qaradır. Nəsə ağa. Rasul salsan dedi ki, dəvə saxlayırsan sən, dəvə. Dedi, hə. Dedi, görürsən, dəvə hərdən balası qırmızı təhər olur. Amma sənin dəvələrin içində qırmızı yoxdur. Nədən də o? Deyir ki, ola bilər onun nəslində olub da. Deyir, həmçinin deyirsə, ola bilər sənin nəslində olub. Yəni, fikirsə müqayisə etdi. Yəni, lakin nə deyirsən buna? İmam Əhməd deyir ki, sünnə qaydasından da biri budur ki, sünnətdə qiyas yoxdur. Qəbul etmir. Gəlib məşhurdur ki, İmam Əhməddən İmam Əhməd qiyas qəbul etməyib. Bunlar ki, düzgün deyil. İmam Əhməd bəzi qiyasın növlərini qəbul etməyib, bəzi. Yoxsa qiyası qəbul edib müqayisəni. Lakin qiyasın bəzi növlərini qəbul etməyib. Və qiyas ümumiyyətlə müqayisə deməkdir, lüğəti cəhətdən. Hələ bizim dildə də. Müqayisə və ya bir şeyin qədri. Məsələn, metrə, məsələn, metrəsi, məsələn, lüğət cəhətdən və ya birinin yanında müqayisə etməyir. Məsələn, deyirsən ki, filankəslə qiyas olunmaz. Bərabər ola bilməz. Filankəslə müqayisə ola bilməz. Bax, qiyas budur, müqayisə, yəni bərabər ola bilməz. Yəni, fərq var. Bax, qiyas lüğət cəhətdən burada, lakin şəri cəhətdən əsl yoxdur dəlil. O əslə, o dəlilə başqa bir yerdən gətirirsən, ona aid edirsən. O əslinlə bağlıysan. Aydındır. Məsələn, Allah subhanət hələ ki, özünüzə zülm etməyin. Və bu ayəni gətirmək olar sigareti, paprozu, bunları. Gətirmək olar. Lakin gəlmir baxı, o ayədə sigaretdən gedmir söhbət. Necə? Yəni müqayisə etdim. Müqayisə etdim ki, əgər bu da zülm edən daxı, sigaretiyə özü etiraf edir ki, bu zülmdür. Bu ziyandır. Yəni, bir dənə dəlil, başqa bir dəlillə şərh edirsən də, başa salırsan. Yox, dəlil var, dəlil əsildir. Bizdə nə var? Dəlil, əsil dəlildir. Başqa yerdən bir məsələni gətirib, bu dəlilə üzərində qurursan. Qiyas budur. Aydındır. Məsələn, indi gələcək indi əhkamların arası, ümumiyyətlə, bu məsələ, qiyas məsələsi usul fiqh elmində böyük məsələlərdən biridir. Təbii ki, indi bir şeyh burada qıssa bəyənləyib və şeyh əsas da biz dedik ki, şeyh inkar etmir qiyası. Çünki bəzilə kitablarda yazılır ki, İmam Əhməd qiyası qəbul etməyib. Düzgün deyil. İmam Əhməd bəzi qiyasın növlərini qəbul etməyib. Bəzi qiyasın, məsələn,
Düzdür, qiyas olmaz. İmam Əhmədin sözünü yazmaq olar. Məsələn, əqidədə. Əqidədə qiyas olmaz. Qiyas harada olar? Qiyasın yerləri var. Hər yanda qiyas eləmə olmaz. Hər vaxtda. Qiyas nə vaxt olur? O vaxt dəlil olmur. Ona aid. Məsələn, indi gələcək. Lakin İmam Əhmədin sözü, yəni ona aiddir ki, yəni əqidədə. Yəni, ley və leysə fis-sünnə qiyas. Yəni, sünnətdə qiyas yoxdur, yəni əqidədə. Doğrudan da əqidədə qiyas olmaz. Çünki əqidə məsələləri qəti sübutlarla gəlməlidir, yəni dəlillə, açıq aydın. Yəni, xəyallə, zadla və ya oxşarla olmaz. Ona görə ağılın yeri yoxdur orada. Ağıl üçün yeri yoxdur orada. Ağıl üçün bağlıdır əqidədə. Aydındır və şeyxin sözü, yəni bu mənadıdır ki, demək istəyir ki, sünnədə qiyas yoxdur, yəni əqidədə. Lakin qiyas çox yeri var, harada işlənə bilir, harada işlənməyi. Və məsələn, var qüvvət və zəif cəhətindən baxsaq qiyasa, var güclü qiyas, var zəif qiyas. Məsələn, elə məsələlərdə görürsən, bir məsələni bir məsələyə aid ediblər. Məsələn, tutaq ki, köynəvin, namaz qılanda köynəvin əllərin çirmələmək olmaz, qattalamaq. Nəhy olunur. Bəzi qardaşlar qiyas ediblər şalvarı da. Çünki şalvar birisi də topuqdan aşağı düşmək olmaz. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, topuqdan aşağı düşən cəhənnəmdə yanacaq. O şalvar ki, düzdür, kişilərə aiddir, qadınlara yox. Topuqdan aşağı düşürsə, şalvar və ya nə olur olsun, kişilərə aiddir. Cəhənnəmdə yanacaq. Ola ki, bəzilər dəqiq etdilər ki, bəzi Əbu Hanifə deyim, daha doğrusu, Əbu Bakır radiyallahu anh. Əbu Bakır bəs gəldi Peyğəmbər sallallahu deyəndə bunu Peyğəmbər sallallahu deyir ki, bəs sən onlardan deyilsən. Bu da özünə aiddir, mən də Əbu Bakır kimiyəm, bu mənə aid deyil. Subhanallah-ı-azim. Şübhədir bu. İblisin vəsvəsələrindən. Əbu Bakır radiyallahu arıq idi, radiyallahu anh. Ona görə izarı düşür dərdən, yəni topuqdan aşağı. Ona görə o qorxdu, o hələ gəzmirdi. Hələ gəzmirdi, o qaldırırdı, topuqdan yuxarı gelirdi. Lakin hərdən düşürdü, ona görə təqvalığından gəlir soruşdu ki, ya Rasulullah, bəs məndə hərdən düşür. Dedi ki, inşallah sən onlardan dörsən. Və bəzilər deyilər ki, gör ki, bu təkəbbürlərə aiddir. Əgər sən o niyyətlə geyirsən ki, təkəbbürlü ilə. O təkəbbürlü ilə geyirsənsə, bütün hər yanın yanacaq. Yox, əgər təkəbbürlükdən yox, oradan düşürsə topuqdan aşağı, o yeri əzab çəkəcək qiyamət günü, yəni cəhənnəmdə. Lakin əbədiyyən də ölsən də, təbii. Onlar təkəbbürü əbədiyyən aparsın, lakin topuqdan aşağı şey yoxdur ki, əzab çəkəcək qiyamət günü. Qutardı. Əzalara bir oddur. Nə olsun, lakin burada səbəb var da, o deyəcək ora. Deyəcək, çünki müxalif olub baxır, sünnəyə. O dəyməz əgər sən sünnətlə geçsin. Həmçinin saqqal. Biri tutaq ki, namaz qılır, məsələn, araq içib, əzab çəkəcək cəhənnəmdə. Məsələn, tövbə eləməsə, ola bilər, cəhənnəmə düşsün, əzab çəkəcək bir müddət. Ona deyil, yəni, buna toxunmayacaq, bu qüsl alıb, cənabət qüslü və s. Əzab olacaq ona. Ona bilər, indi necə olacaq əzab, Allah bilir, biz bilmirik. Deməli, sünnə növləri çoxdur. Yəni, daha doğrusu qiyasın. Var güclü qiyas, var zəif qiyas. Güclü, yəni, güclüdür, yəni, müqayisə güclüdür. Qüvvətli müqayisədir. Hansı ki, dəlillər yaxındır. Əsl var, dəlil. Ola ki, bir dənə də məsələ çıxıb, bu barədə yoxdur. Ola ki, sən gətirirsən bu məsələni, bu əsillə, hansı ki, dəlillə, müqayisə edib, buna edilirsən. Burada var güclü müqayisə, var zəif. Zəif. Məsələn, zəifdir, tutaq ki, biri bir dənə dəlil gətirir müqayisə. Lakin zəifdir müqayisədir. Misallar çoxdur, lakin fikirləşmək lazımdır. Bu müqayisə güclüdür belə.
müqayisə gücdür, lakin eyb etməz, yəni heç olmaz, qatdalar, yəni əgər hələ heç olmasın namazda. Çünki hədisdə yərib ki, namaz batildir. Deməli, sonra həmçinin qiyasın növlərindən həmçinin bilmək lazımdır ki, qiyas, biz dedik ki, qiyas hər yanda edilməz. Qiyas hansı yerlərdə edilir şəriətlə? Və ən birinci məsələ bu arada, tövhiddə qiyas olmaz, biz dedik. Tövhiddə qiyas olmaz, lakin bəzi yerlərində tövhidin ola bilər, müqayisə eləmək, məsələn, Allah subhanahu ta'alanın varlığını sübut etmək üçün bir şeyini müqayisə eləmək. Bu cür eyb etməz. Allah ta'alanın mövcudluğunu bu varlıqlarla müqayisə eləyib demək. Məsələn, tutaq ki, necə Əbu Hanifə, sələflər yəni qeyd ediblər. Məsələn, tutaq ki, Əbu Hanifə süddə necə məsələn müqayisə elədi Allah ta'alanın varlığın və ya məsələn Allah'ın inkarlayan biri gəlir buna mübahisə eləməyə, o da deyir ki, yaxşı saat, filan saatda görüşərik. Əbu Hanifə də balaca olur hələ, lakin balacalığına maşallah elm əhli olur, gecikir söhbətə və Allah'ı inkarlayan da deyir, hə, gördünüz mən qalib gəldim, beş görlə Əbu Hanifə gəlir, deyirlər, Əbu Hanifə, beş gecikdin, sən axı elm əhli sözün deyən üstündə yanmalıdır. Deyir ki, bəs körpümü dağılmışdı, çaydan keçirdi həmişə, ağaclar var idi, bitən ağaclar, xahiş elədim onlardan, çıxdılar, qayıq oldular mənə üçün, keçirdilər oyuna, sonra getdilər təzən bitdilər yerlərində. Bu Allah'ın inkarlayan, bunu danışır ha. Sən nə yalancısan? Ağac desə özü çıxa bilər, qayıq ola bilər, səni keçirə bilər. Amma həfə deyir, subhanallah, öz günəş, ay, ulduzlar, gecə gündüz öz-özünə hərəkət edə bilər. Hələ söhbət başlanmış, bağlandı o, Allah'ın inkarlayan, etiraf elə, tövbə elədi ki, bəli, Allah var. Və bu cür müqayisə eləmək olar. Amma belə məsələn, asma və sifət, zat, belə o əqidə məsələ, qaydalarına aid eləmək, qiyası müqayisə eləmək o olmaz. Aydındır. Və əsasən qiyas şəri əhkamlarda olur. Məsələn, tutaq ki, namaz, oruc və ya ümumiyyətlə şəri məsələlərdə, fikir məsələlərdə. Ayə var, Allah bilir, mən sizinlə, məsələn, ayəsində mütəyyən edək ki, məsələn, ayə gedirsən, o qiyas düzgündə olandır. O cür demək olar, o cür müqayisə. Məsələn, tutaq ki, bu cür, yəni sübut eləmək üçün, tutaq ki, necə İbn Teymiyyə, o ayə var, deyir, Allah sizinlədir, harada olsaz. Bəziləri deyib ki, Allah bizimlədir, özü zatı ilə. Düzgün deyil. Allah bizimlədir, elmi ilə, eşitməyi ilə, görməyi ilə, lakin özü səmadadır, ərşə istiva eləyir. Ərşin üstündədir. Lakin bəzilər çaşdırır bu ayə, hansı ki deyir ki, siz harada olsanız, mən də sizinlənim. Və elə fikirləşiblər ki, Allah bizimlədir hər yanda, zatı ilə, özü. Yox, düzgün deyil, çünki biz elə hərdən elə yerlərdə oluruq ki, hətta mələklər girmir o yerə. Yəni Allah subhanahu ta'ala oradadır. Aydındır, məsələn, tutaq ki, ayaq ola, hamamlar və s. Demək ki, onu təsir eləmir. Bir orada da təsir eləmir. Onu təsir eləmir, heç olmaz. Zibilxanlar və s. Və Allah subhanahu ta'ala çaşdır bu ayə ki, o ayə deyir ki, Allah sizinlə harada olsunuz. Biraz zatla, yox, zatla deyil. O cür demək, yanında olmaq deyil. Məsələn, tutaq ki, ay. Deyirsən ki, məsələn, gecə səfərə çıxmışsan, biz gedirdik, ay da bizimlə idi. Deməkdir ki, yanında idi cibində, ya yanında gedirdi, dostun idi, ya ay səmada idi. Ola ki, həmən vaxtı həmçinin yanında idi. Ola ki, o yanında o deməkdə gəlmişdi yanına, düşmüşdü ay. O qədər dünyadan, dünya boyda ay. Aydındır. Yəni, o cür ayələr ki, Allah Teala deyir ki, mən sizinlənəm ha. O demək deyil, sənin yanındadır özü zatı ilə. Özü səmadadır, çünki başqa ayələr də var axı.
cəm eləməlisən. Başqa ayələr göstərir ki, Allah-u Teala səmadadır, ərşə istiva eləyib, özün layiq olan istivana. Lakin elmi ilə, eşitmə ilə, görmə ilə bizimlədir. Həmçinin qiyas düzgün. O ayla qiyas. Qiyas eləmək olar. Düzdür. Yəni, əgər İbn Teymiyyə eləyibsə, düzdür yəni. Sonra dostdan məktubda deyir ki, mən səninləyəm. Həmçinin qiyas bu cürdə olar. O İbn Teymiyyə eləyib. Hə, İbn Teymiyyə sələf alimləri. Hə, ay söhbəti. Və məsələn, sən məktuba dostun yazsan, və sərkərdə bir şey ki, qoşununa deyir ki, uzaqdadır. Dostuna məktub yazsan, sən qoxun, mən də səninlə. O demək deyir, sənin yanındadır. Və Allah subhanət hala bizə məktub göndərir, Quran. Lakin oxumuruq. Eşidəndə məktub gəlib, adam xüsusən sevimli adamından. Açıb tez adam istəyir oxusun. Quran da bizə məktubdur. Heç ona fikir vermirlər. Laqeyr yanaşırlar. Adam öləndə oxuyurlar. Hansı ki, ona lazımdır. Yaxşı. Deməli, şərik qiyas əqidə məsələndə olmaz, fəqət bəzi yerlərində olar, o da Allahı sübut eləmək üçün. Necə sələf alimləri sübut eləyib bu cür, qiyasla. Lakin əsas qiyasın yeri şəri əhkamlardadır, yəni fikir məsələlərdə. Bu yerdə işlənir. Lakin bu da o deməkdə elə başda müqayisə eləməyə nə gəldi? O da deyil. Çünki həmçinin qiyasın növlərindən elə var ki, səhih qiyas var, batil qiyas. Elə qiyaslar var, batildir. Hansı ki, qiyasın şərtləri ilə müqayisə düzgün etmirsən, o qiyas batil olur. Elə qiyas da var ki, səhihdir. Hansı ki, şərtləri ilə, çünki qiyas etməyin şərtləri var. Bu hamısı usul-u fiqh elmindədir. Şərh olunur, indi kim istəyir, əgər bacarsa, kitab gücü çatsa, ev oxusun və ya kimsə dərs keçir, kimsə yanında, orada keçir, eşidəcək bunu. Lakin biz istəmirik, bu babda bu saat, həmçinin gəlir onsuz. Yəni, biz qısa, indi toxunuruq, mən istəyirəm, yəni qısa, lakin biraz xəlfiyyə verimdəsə anlayış. Və məsələn, sələflər əgər, necə İmam Əhməd, əgər qiyası pisləyiblərsə, onlar hansı qiyası pisləyiblər? Batil qiyasları. Batil. Amma səhih qiyasları ispat ediblər. Həmçinin, məsələn, əqidədə onu da pisləyiblər. Amma məsələn, başqa qiyasları batil, yəni səhih deyiblər. Aydındır, ona görə sələfin sözü başa düşmək lazımdır. Ümumən qiyası pisləməyiblər sələflər. Çünki bilirsiniz ki, qiyas Quranda nə təriflənib, nə də pislənib. Nə əmr olunub qiyas öyrənib, nə də nəhy olunub qiyasdan çəkin. Fəqət baxmaq lazımdır, fəqət qiyas olunur, səhih olsun və ya fasid. Səhih qəbul edirik, batili yox. Qiyas da, biz dedik ki, qiyas şəri dəlillərdən biridir. Yəni var Quran, sünnə, icma, aydındır, var qiyas. Qiyas da hüccətdir, dəlil gətirə bilərsən. Necə məsələn, qiyasın hüccət olmaqla, yəni dəlil olmaqla, məsələn, sahabələr qiyas eləyiblər. Məsələn, necə? Necə zəkatı namaza qiyas etdilər. Əbu Bakır radiyallahu anh. O siz bilirsiniz də, Peyğəmbər sallallahu öləndə müsəlmanlar 4 hissəyə bölünər. Daha doğrusu müsəlmanlar və insanlar. O vaxt ki, oradakı 4 hissəyə. Bəzilər çıxdılar İslamdan. Kafir oldular. Bəzilər qaldılar. Onlar çox idi, qalanlar. Qaldılar, sabit olanlar, sabitlər. Bəzilər çıxdılar, onlar biraz az oldu, düz deyil, sayıcılar, amma çıxdılar İslamdan. Bəzilər çəkildilər, qırağa dedilər, baxaq, hansılar qalib gələcək, onlardan olacaq. 4-cü hissədə dedilər, biz müsəlman olaq, namaz da qılırıq, lakin zəkat verməyəcək. Əbu Bakır radiyallahu anh, onlara qarşı müharibə eləyəndə, çünki qiyam oldu və söhbəti yatışdırmaq lazım idi. Və Əbu Bakır böyük hərəkət elədi orada, böyük, yəni əməl. Çünki doğrudan vəziyyət ağır idi, İslam dövlətinə yəni xətər idi, təhlükə idi. Əbu Hanifə bu 3 dənə qismlə döyüşməyə başladı, 4-cü də çaldı bunların arasına, zəkatı imtina eləyənlərə. Baxmır, onlar namaz qılırdılar. Bəlkə zəkatı, çünki zəkat da gəlib soruşandı ki, bəs Ömər bin Xəttab hətta ona etiraz elədi. Sən öldürürsən, la ilə deyən. Və Əbu Hanifə də, Əbu Bakır dedi ki, bəs Peyğəmbər sallallahu deyib ki, la ilə deyən haramda toxunulma olmaz.
zəkat verən, namaz qılana, namaz qılan və zəkat verənə toxunma olmaz və Əbu Bakır da dedi ki, radiyallahu anh Ömərə, bəs namaz da zəkat kimidir, zəkat da namaz kimidir. Müqayisə elədi hökmdə zəkatın namaza, aydın müqayisə elədi və onlarla da döyüşdülər, zəkat verməyənlərlə. Burada müqayisə etdi Əbu Bakır və sahabələr də hamısı icma oldu ki, bəli, zəkat namaz kimidir, imtina eləyəndən döyüşmək lazımdır. Burada müqayisə oldu. Həmçinin başqa, yəni dəlillərdən məsələn, Peyğəmbər sallallahu əleyhi və səlləm Muaz ibn Cəbəli Yəmənə yollayanda dedi ki, ən birinci dəvət olar, la ilahe illallah, sonra əgər qəbul eləsələr namaz, qəbul eləsələr zəkat və Peyğəmbər sallallahu əleyhi və səlləm yoxlayır da Muazı. Görür ki, necədir, yəni, baxışları necədir? Aqildir, belə, yəni, geniş, uzağa baxandır, geniş başa düşəndir. Soruşdu ki, birdən Quran sünnədən dəlil tapılmasın, nə incəysən? Birdən dəlil tapılmasın, nə incəysən? Sən də orada sən müştəhidsən, müştəhid mutlaq, Yəmən əhlində. Bizimkilərdə? Bizimkilər o sadəcə təfsir edəcəkdir. Dedi ki, baxacam Quran sünnəyə yaxın, hansı fikrim ona yaxındır, ona şey edəcəm, yəni qiyas. Yəni, bu da göstərir ki, qiyas dəlildir, yəni, qiyas dəlildir. Aydındır? Qiyasa ictihad demək olar? Təbii ki, qiyas həmçinin ictihad mı olur? Ona görə hər kəs qiyas edə bilməz. Qiyası da alim eləyir. Alim ictihad eləyir. Çünki qiyas özü nə vaxt olunur? Dəlil yoxdur onda. Dəlil olur, qiyas eləmək olmaz. Qiyas eləyirsən nə vaxt? O vaxt ki, dəlil yoxdur. Dəlil yoxdur və qiyas eləyən adam qiyas eləməyi bacarır. Yəni, alimdir, elm əhlidir. İctihad eləyir. Aleykümselam, ictihad eləyir. Budur. Yoxsa hər adam qiyas eləyəməz. Aydındır. Və məsələn, qiyasdan məsələn, həkimdir, xəstə gəlib həkimin yanına. Aydın dəlil gətirir. Həkim də dedi ki, məsələn, tutaq ki, sən nə saxlayırsan heyvanlardan? Dedi ki, mən dana saxlayıram. Dedi ki, sənə ət olmaz, dana əti. Bu deməkdir ki, qiyasən həmçinin dəvə əti də olmaz, həmçinin qoyun əti də. Xəstəyə ət olmaz. Aydındır. Buna lakin deyilir ki, buna dana. Həmçinin qiyas eləyirsən inəyi də, dəvəni də, qoyunu da, məsələn. Çünki xəstəsən, ət olmaz sənə bu vaxtı. Hətta yaxşılaşılmazsan, məsələn, xəstənin növlərindən. Məsələn, tutaq ki, dəvənə qoyunu qiyas elədik. Aydın, məsələn, bu cür. Lakin qiyas da hər adam eləyənməz, qiyas özlə dəlil olanda qiyas eləmək olmaz. Qiyas eləyirsə olunur o vaxt ki, dəlil yoxdur barədə və həmçinin elm əhli eləməlidir qiyas. Yoxsa məsələ buraxılmayıb, yəni hər kəs qiyasınsa, onda müsibət olar. Aydın da ya? Şeyhət, dəvətdə əgər məsələn dəlilin yoxsa, qiyas haqqında edəcək. Dəvətdə qiyas eləyə bilərsən, tutaq ki, onu ictihad eləyə bilərsən, tutaq ki, kətdəsən, tutaq ki, o sənin kəndindir, o sənin cəmatındır, bilirsən orada. Dəvətin tutaq ki, 3-cü mərhələsidir. Bilmirsən, sənin bu sözün nə olacaq? Tam gedə bilər, yoxsa azala bilər, bilmirsən. Onda bax ki, ictihad elə onda. Bu da ictihaddır. İctihad eləyirsən onda, baxırsan. Əgər deyə də bilərsən, deməyə də. Amma pis olacaqsa, demə. Anladın? Bizdə çıxırlar o indi. Hələ deyirlər, hələ özə bir sənə dəhşət deyirlər, kafir, nə bilim, nə, cihad, zad, indiki vəziyyətdə. Nə gəldi? Özə fikirləşmirlər. Yəni, fikir yoxdur əslən. Yəni, ağıl yoxdur, səfihdir. Çünki səfihin ağlı olmur. Ağıl olsa da ölüdür o, ağıldır. Ona görə Allah fikirləşmirlər. Yəni, söz deyəndə gəlib fikirləşəsən. Aydındır, sən bu sözün fayda verəcək müsəlmanlara yoxsa yox. Ona görə görürsən, nə harada onlar var, vəziyyət korlanıb.
Çünki fikirləşməyiblər, onu fikirləşməyiblər. Bu hərəkət məsləhətdir müsəlmanlar üçün yoxsa yox? Yoxdur axı, fikir yoxdur, əslən səfihdir. Əməlləri dəlildir ki, səfihlidir. Ona görə harada olublar, harada nə eliblər, müsəlmanlar lap pis olublar. Əslən müsəlman qalmayıb. Çıxıblar İslamdan, əqidələrini də dəyişiblər, kafirləri də salıblar. Lap 10 dənə kafir var idi, indi 1000 dənədir. Heç zaman 10 dənə kafir qalıydı, yaxşı idi 1000 dənədən. Hansı yaxşıdır? 1000 dənə kafir olmalı, yoxsa 10 dənənin? Ona görə fikir yoxdur onlarda. Xavariclərdə, ixvanlarda var, fikir yoxdur onlarda. Şeyh olar, məsəl üçün namaz qılmayana dəvət edirsən, onun üçün bu namazın o vacib olmasını yemək kimi, belə kimi, dünya işlərini bir misal çəkirsən, vacib deyil. Müqayisə eləmək olar, bəli. Namaz da qidadır. Yeməklə, ruhən lakin, ruh üçün. Yəni, izah eləmək olar. Bu cür eləmək olar. Yeməyi, məsələn, dəvətində, məsələn, qiyas eləmək. Yəni, deyirsən ki, lakin necə sənin bədənlə yeməksiz, susuz, məsələn, yaşayınməsən, üçün ruhun da belə acıyır, həlak ola bilər. Ruhun da qidası ibadətdir. Bu cür eləmək olar. Ona görə o demək deyil ki, yəni sən o demək deyil ki, sən namaz oxudun ki, Qurandan Allah Teala deyil, namaz ki, ged hələ quşqır cəmaat üstündəki ayət cəmaat, namaz qutardı. Namaz qılmasız kafirsiniz. O da, yəni İslam hələ demir. İslam deyil namaz, lakin ondan qabaq, namazdan qabaq hələ çox şeylər var. Əsas la ilahe illallahdır. Ona görə kimi dəvət edirsə, ən birinci namazdan başlamağın düzgün deyil. Birinci la ilahədən başla. Öyrət, bəlkə la ilahə bilmir. Duruma danışır, hökm Allahındır. Bəs Allah Teala Maidə surəsində görür ki, kim Allahın hökmülə hökm verirsə kafirlərdir. Bilirsən, hansı məsələyə qarşı bir dənə dənizə girib. Hansı ki, dəryada, qıraqda qaçmalıdır, ayaq gəlin. Hələm ayaq gəlin də girməsin, soğuk olar. Qıraqda ged, öyrən hələm sən. Ged, baseyndə zatda öyrən, dayaz, 1 metrlik. Baxmara 1 metrdən böyüksən, lakin boğularsan orada da. Öyrən birinci, sonra gəl dənizdə çimərsən. Elm də belədir. Elm də dəryadır. Əgər sən burada mütəməkkün deyilsənsə, özü məsələlər də var, təmin məsələsi, var Allahın hökmü, yəni hakimiyyət və s. Yəni, bu məsələlər bir deyil. Təbii ki, o bir sənsə dərin məsələdir, ikinci məsələ. Və sən götür, təmin məsələsinə cihadı bir elə, hələ qıpa harada gəldi. Bu batil saymaq olardı, yəni, şübhəsiz. Bunu belə eləyən səfihdir. Bunu Peyğəmbər deyib ki, olur. Onda Peyğəmbər sahası deyib, səfihdir. Xavariclər özlə deyib cavanlar olacaq çoxsu. Yəni təcrübəsiz də, yəni. Tişləri balaca, yəni o misaldır cavanlıqlarına. Çünki cavandılar, yəni o nə deməkdir? Yəni təcrübə yoxdur, dünya görüşü və s. Şu an alladanlar da var. Həmçində sifətlərində də səfihdirlər. Çünki, yəni, özlə deyib, bax, hədisdə qiyamətizm bunlar olacaq. Aydındır, qiyamətizm var ona görə. Yəni, dəvət eləyəndə baxmalısan, hansı zamanında yaşayırsan, harada yaşayırsan, kimlərlə yaşayırsan. Məsələn, bir ki, hədis gətirirlər indi, xavariclər, oxşayanlar. Əslən, xavariclər şərəf deyə, xavariclər kimi deyirlər. Xavariclər adamın üzünə deyirdilər. Özü mərd idilər. Özü ibadətdə dəhşət idilər. Hamısı qari. Hamısı qari idi, hafiz idilər. Bizimkilər Quran oxuyamirlər. Həmçində, məsələn, əməli baş dində gedirdilər, yəni, bəzən ibadətdən rəngi sarılmışdı. Bunlar sünnəti zadı təkirlədilər, namazlar nədir? Əslində, namazı zadı naşıda gülürlər sənə. Bu yana naşıda, namazdan. Cihaddan, cihaddan. Namaz qılmaq elə cihaddır. Sən əgər özünü bu küfrün içində, asiliyin içində və s. sən dinimi saxlayırsan, sən mücahidsən. Peyğəmbər sallallahu nə deyir? Peyğəmbər sallallahu buyurur ki, mücahid odur ki, nəfsi ilə cihad edir. Atanova baxsan, sən mücahidsən. Atanova baxmaq mücahidliyidir. Vurup dişlerini çıkardı.
Mücahid də, o başa düşmürdü, o hədisi elə başa düşüb ki, o Peyğəmbər sahası biri yanına gəlir, cihada gedmək istəyir. Hələm əmir zad var, Peyğəmbər sahası xəlifədir, cihadın şərtləri də var. Peyğəmbər sahasını deyirdi ki, bəzilərini yox. Gəldi, dedi ki, yarasa cihad eləmək istəyirəm. Dedi ki, atan olan var, dedi, hə. Dedi, ged alanın cihad ilə. Öyle başa düşür ki, ged döyüş olanla. Və o mənalıdır. Çünki cihadın mənalığı var. Səfir kimi yanaşma məsələyə. Yəni cihad elə, yəni atanama bax ki, nə, hörmət elə. Allahın qulluğunda deyən. O da cihaddır. Aydındır. Ona görə məşhur ki, dayı getirirlər ki, bu Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, biz kim bu hakimiyyət hökm məsələsinə kim istəsə, kim can atsa və istəsə bizdən biz ona verməliyik. Bu deyir ki, seçkiləri vermək olmaz. Çünki onlar bu seçilmək istəyəndə bunlar can atırlar. Subhanallah lazım. İblisin vəsvəsələri. Allah bunu deyə iblisin vəsvəsələndidir. İblisin yolundadır. Birinci dəlil gətirəndə həmişə bu məsləhətdir. Dəlil gətirəndə birinci bax ki, elm əhli nə deyir? Alimlər, aç kitabı, məsələn, bu hadisi Buxari, Müslim rivayətdir. Açıb baxımızdan heç Buxari nə deyib bu şərhində, İbn Həcər rahimehullah və ya Nəvavi Sahih Müslimdə. Həmçinin bu bir. İkinci də gərək cəm eləməlisən dəlilləri. Cəm eləməlisən. Baxmaq lazımdır, bax sənə əmirlik məsələsidir. Bir də hədis var ki, biz istəyənə, can atana verməliyik. Bu mövzuna əgər ölmək istəyən, bütün hədisləri yığıram bu barədə. Hətta düzgün nəticə çıxarsın. Yoxsa sən bizə niyə oxşuysan? Oxşuysan o vay olsun namaz qılanların halına, diyandun. Diyanson, yəni namaz qılmaqdan əslən adam qorxucu namaz qılsa. Bu nə? Namaz qılanlar vay olanlar. Onu namaz qılmayayım. O vəziyyətdədir. Hansı ki, gəlir bundan sonraki ayəni cəm eləməlisən, oxumalısan ki, o namaz qılanlar ki, namazları laqeyir yanaşarlar. Qılmazlar namaz, bilərlər ki, fərzdir, qılmazlar, cümə günləri qılarlar, bayram namazı qılarlar, bayram müsəlmanları, cümə müsəlmanları, problem olanda, pul müsəlmanları, heci müsəlmanları, Ramazan müsəlmanları və s. Yəni mütləq bu ayədən sonra bunu oxumalısan ki, bu ayə hansı vay olsun namaz qılanlar, hansı namaz qılanlarını danışır. Onlar da belədirlər, diyablar, vay olsun namaz qılanlar, diyablar. Səfihliyindən bu dəlildir. Vallahi başqa hədisləri yıxanda görürsən ki, Rasul sallallahu gəliblər yanına, gəlib əmirli istəyəndə verib. Peyğəmbər sallallahu gəlib sahabələrdən biri əmirli istədi, verdi ona. Nə deyirsən buna? Layiq bilir. Yəni söhbət gedir ki, əmirlik məsələsi, yəni bu hədisdə məna budur ki, yəni o sən dedin hədis ki, biz istəyəni verməliyik və ya can atana. Yəni bu elə məsələdir ki, əmirlik, hər adam əmir ola bilməz. Əmir bacaran olmalıdır, bacaran. Əgər can atırsa, bacarırsa ola bilər. Necə məsələn, ayədə Allah subhanət hala İbrahim əleyhissalam əmir olmaqsın, imam olmaqsın, hakim. Ne deyirsən buna? Öz üçün istəyir. Həmçinin zürriyyətçinsin. Allah tala deyir, ha, etdim sən hakim. Ha? Ne deyirsən buna? Ona görə qardaşlar, bu hədis oxuyan, Allah'ma. Allah'ma o qardaşlar biz fəqət diri olmaz belə dəlil gətirmək, tələsməyin. Sən görəndə şər var, şək yoxdur, şər var. Əgər bu şəri aparsan, başqa şər olacaq, laf pis. Hələ qoy bu şər olsun. Qoy şər az olsun, çox şərdən yaxşıdır az şər. Elə deyil. O kitab oxumaq lazım, kitab. İbn Teymiyyənin kitabların, İbn Qeyyimin, xüsusən bu mövzuda. İbn Teymiyyənin kitabı var, siyasət şər'iyyə, şər'i siyasət. İslam məsələndə özlə hakim, məhkum barədə. Gözəl kitabdır. O məsələni şərh edir orada. Və hakim olmalıdır kim daha
bacarılıdır, kim daha təcrübəlidir. Biri var, şəriətdə yaxşıdır, lakin hakimlikdə zəif. Və biri də var, şəriətdə zəifdir, hakimlikdə güclü, qoy, hakimlikdə güclü olsun. İdarə elə bilsin. Ben şöyle bir sual meydana ki, eğer bir baktı seçilsənsə, bu baktı səni ona səs verirsən, səs verirsən, o sənin səhər bu yaxşı işləmədi, zərər verdi insanlara. Yəni buna görə sən sorğu olmur. Yox, birinci səs verəndə sən fikirləşməlisən. O demək deyil, səs verəndə də geri tərəfkeşliyi zad eləməyəsən. Mənim kəndimdəndir və ya qardaş oğludur zad. Olmaz. Baxmaq lazımdır ümumi məsləhətə, ümumi müsəlmanların vəziyyətinə, məsləhətinə. Baxmaq lazımdır, hansı daha məsləhətlidir müsəlmanlar üçün onu seçməlisən. Verməsən, sən özün məsuliyyət daşıyacaqsan. Əgər sən versən, lakin o əgər apara bilmədin məsuliyyəti, o özü cavab verəcək, sən yox. Yox, sən borcunu yerinə yetirdin. Yox, əksinə sən laqeyd yanaşsan bu məsələ, sən cavab məsuliyyət daşıyacaqsan. Bu xavariclər, verməyənlər qiyamət kimi məsuliyyət daşıyacaqlar. Yox, belə deyirlər ki, yəni bir səs verərik, o da doğrulmaz, xarab. Yox, indi sən cavab deyirsən, çünki sən səs verir. Ona görə səs verəndə məsləhət elə ginər. Əgər başın çıxmırsa siyasətdən, əgər uşaqsansa hələ, cavansansa, təcrübən yoxdur, adamları tanıya bilmirsən. Məsləhət ilə, axsaqqallarla, təcrübələrlə, bilənlərlə, aydındır. Lakin bilginən ki, əgər başqası olsaydı, bizim məscid bağlanırdı 100%. Allah bilir. Başqaları deyirlər. Gəlsək bağlayır. Aydındır. Lakin xavariclər belə şey başa düşməzlər. Sən səviyyə başa düşər bir şey deyirsən səfikdir. Yaxşı. Allah subhanət hələ bizə eşitib başa düşənlər versin düzgün. Deyəmə bu məsələdə, qiyas məsələsində. Yəni, ümumən, qiyas biz bildiyi nədir? Və İmam Əhmədin sözü ki, Əhl-i Sünnə minhəcindən də biri budur ki, qaydalardan biri sünnətdə qiyas yoxdur. Yəni, şeyx nəyə nəzərdə tutulur? Yəni, əqidədə bir də batil qiyaslar. Batil qiyaslar. İndi, məsələn, görsən, bəzilərini danışanda mübahisə edirsən, deyir ki, məsələn, başlayır ki, sən tutar ki, bazara yeyəsən, 2 kilo alma alsan. Müqayisə edir, böyük bir dənə məsələn, şəri məsələni. Aydındır, belə yox. Yəni, öz əqidəsini ispat eləmək üçün. Nağılın. 2 kilo alma aldın, nə bilmə. Yaxşı, deyənə burada. Birdən deyir, elə məsələ çıxdı ki, Quran sünnədə olmadı. Niyə necəksən? Onda da öz rəyimlə baxacaq, hansı Quran sünnəyə yaxındır. Bu qiyasdır. Həmçində o bir hədis dedi ya, o uşaq məsələsi. Bu da dəlildir qiyasa. Qiyasın, yəni hüccət olmağına. Qiyasın da dəlil olmağına dəlildir. Çünki Peyğəmbər sallallahu qiyas elə daxil. Aydındır, qiyas elədir. Qiyas olmur Peyğəmbər sallallahu olub. Olub. Yəni Peyğəmbər olmayan vaxtında. Lakin Peyğəmbər sallallahu aleyhi ve sellem təbii ki, vaxtında biz deyirik dəlil, qiyas nə vaxt eləmək olar? O vaxt ki, dəlil olmasın. Dəlil də nə deyirik biz? Quran, sünnə. İndi Peyğəmbər sallallahu vaxtında sünnə var idi, yəni Peyğəmbər sallallahu özü. Ona görə qiyas ehtiyac yox idi qiyasa. Çünki nə lazımdır soruşurdular. Bəzi məsələlərdə qiyas olurdu, o da Peyğəmbər sallallahu başı salmaq üçün və ya məsələn Peyğəmbərdən uzaq idilər sallallahu aleyhi ve sellem. Belə, amma belə qiyas nə vaxt çoxaldı? Peyğəmbər sallallahu sonra o fiqh vaxtı ki başladı, sahabələrin vaxtında da yəni qiyas az idi. Lakin o sahabələrdən sonra tabinlərin zaman vaxtda qiyas çoxaldı. Ən çox da qiyas eləyən Hənəfi məzhəbidir. Məzhəblərin içində. Subhanallah, bəzi məsələlərdə düzdür, bəzi alimlər xəta eləyiblər bu məsələdə, düzdür. Düzdür, alimlər arasında belə şey olur. Yəni, Əbu Hanifəyə qarşı buna görə sərt yanaşırlar. Hətta yəni söyənlər olub onu. Söyənlər yəni bəzi şeylər deyiblər Əbu Hanifədən, rəhməhullah. Yəni bu məsələdə rəyə üstünlük verib, rəyə. Siz Əbu Hanifə, rəhməhullah, dəlil tapıb və ya dəlil zəif görüb ona görə belə deyib. Rəyə üstünlük verir. Bu batil kəlamçılara bu qiyas aiddir.
Kəlam əhli onlar yəni qiyas çox eləyərlər. Aydındır. Və hətta İbn Əbi Şeybə subhanallah yəni kitabında 15-ci cildi Əbu Hanifə sərf edib. Belə yazır. O şeylərdə ki, Əbu Hanifə açıq aydın Peyğəmbərə müxalifdir. Gətirib bir dənə məsələ tutaq ki, dəst namazda. Deyir, Rasul s.ə.v belə deyib, Əbu Hanifə belə deyib, o əksinə. Subhanallah, yəni təxminən yəni kifayət qədər səhvələr var orada, çoxlu. Yəni, Əbu Hanifə, lakin Əbu Hanifə rahiməhullah alimdir, lakin alim xəta eləyə bilər, aydındır. Olmaz, yəni biz götürək indi Əbu Hanifə şey deyək. Olmaz, düzgündür, Əbu Hanifə əlləmədir, əlləmə. Deyən bu dərslər, yəni... Fıqh məsələsini olan soruşaq. Orucu qabağıda cəmaat sual verir ki, namazsız oruc olar ya olmaz. Soruşurlar belə, bunu bu da qiyasdır, yəni. Bu necə cavab? Deyirsən, namazsız oruc əslən belə baxanda düzgün deyil. Düzgün deyil. Dursa neyini? Şəri cəhətdən belə baxanda düzgün deyil. Lakin, indi baxır əgər bizim vəziyyətdə özdə tutan avamdırsa, heç də olmaz, yəni. Oruç tutursa imanı var, inşallah. Düz azdır. Özü həmişə vardır. 3-4%, heç də olmaz, var. Oruç tutan demək, sənin orucun batildir. Birinci, sən qəbul eləmirsən, Allah qəbul eləyir. Demək olmaz, sənin orucun qəbul... Deyə bilərsən, əsaslanıb ki, namazda tutaq ki, hə, belə şey olsa batildir, məsələn. Dəlil varsa, dəlil yoxdursa, amma demək ki, qəbul olma. Qəbul olmayacaq sənin ibadətin. Deyə bilərsən, sünnə uyğun olsa qəbul deyil. Lakin sünnə uyğundur, xəta elibsə demə qəbul olur. Dinə ola bilər, təzdən qıl və s. Amma qaldı ki, demək ki, sənin orucun yəni qəbul olur. Qəbul elə biz deyilik. Allah subhanət haladır. Aydındır. Lakin qoy tutsun. İnşallah nə qədər adam olub, 1 il tutub, 2 il tutub, 3-cü namaz qılıb. 10 il tutub, sonra namaz qılıb. 10 il. Ona görə inşallah bu İslamın şuarlarındandır, heç də olmaz. Necə ki, məsələn, qurban məsələsi. Tutaq ki, namaz qılmaya heç nəmir, lakin qurbanlar ayda kəsir. Gəl deyik, kəsinmə, kəs. İslamın şuarlarındandır. Heç də olmaz, qoy İslamın şuarları çox olsun. Aydındır, heç də olmaz. İnşallah, əgər qurban kəsinsə, oruç tutursa, inşallah namaz da qılacaq. Düzgün deyil, demək, sən namaz qılmırsan, sənin orucun batıl. Düzgün hələ deməyin. Biraz mülayim olun, xüsusən avamlarla. Ola bilər, dünya cəhətdən savadlı olsun. Aydındır? Bəli. Bu orucu tutub padarka verirlər, edir yəni. O necə? Oruç padarka? Oruç padarka olmur. Əvəzinə də padarka. Yox, belə şey yoxdur. Bu özündən şəriət çıxardıb. İslam yoxdur, olub sən hansı şəriət, sonra şansı dinləsən. Bazı şoğlar oruç başlayıb, valideynlərə hədiyyə alır, ya qohumları. Yox, o nəzərdə tutur. Şeyx, bəs o... O nəzərdə tutur, uşaqlar tutur ona görə, hədiyyə versən uşağa görə, uşaq tutur ona görə. Yox, məsələn, uşaq tutur və valideyni tələb edir. Al mənsin filan şey. Belə deyirsən, ha. Uşaq tutur, o indi onların öz arasındadır, özləri bilərlər. Heç də olmaz. Elhamdülillahi Rabbil alemin. Və alə alihi və sahbihi əcmainin müddət. Deməli, biz biraz fasilədən sonra, Ramazandan sonra dərslərimizi davam edirik, inşallah. Və biz deməli, birinci gün keçirdik usul-u sünnə. İmam Əhmədin kitabı usul-u sünnə, yəni sünnənin üsulü, yəni əsasları, qaydası. Və Şeyx Rahimullah biz qaldıq ki, və leysə fi sünnəti qiyas. Yəni İmam Əhməd deyir ki, əhl-i sünnə vəl-cəman əsaslarından biri də əqidədə sünnətdə qiyas etməzlər. Yəni Peyğəmbər sallallahu yolunda, yəni əqidədə, əqidə məsələlərində. Şeyxin məqsədi odur ki, əqidədə. Qiyas da biz bildik nədir? Yəni müqayisə eləmək. Yəni, bir şey müqayisə eləmək. Əqidədə olmaz belə şeylər. Fiqdə olan. Fiqdə. Necə ki, məsələn, Peyğəmbər sallallahu yana
bir kişi gəldi və dedi ki, anasının yerinə oruç tutmaq olar mı? Yoxsa yox. Peyğəmbər sana sual verir. Gəlib soruşdu, ya Rasulullah, anamın yerinə oruç tuta bilərəm ölümündən sonra. Yəni anası tuturdu, sonra ölüb, gəlib deyib, mən anamın yerinə oruç tuta bilərəm. Dedi ki, Rasul salsa fikir ver, gör necə qiyas eləyir, müqayisə. Deyir, əgər ananın kiməsə borcu var idisə, sən ödəməli idinmi? Dedi, bəli, əgər anamın kiməsə borcu var idisə, anam ölübsə, ey atam, mən ödəməliyəm, övlad ödəməlidir. Deyir, oruc da belənçi, əgər qalıbsa borcu Allah'a ödəmək daha vacibdir. Fikir versə qiyas elədi necə? Borca. Bu cür müqayisə eləmək olar və yəni gəlib Peyğəmbər salsan biri dedi ki, övladın biraz rəngi qaradır. Peyğəmbər sallallahu aleyhi ve sellem qiyas elədi, dəvədən belə görsən olur. Misal çəkidi görsən, dəvə belədir, lakin balası belə gəlir. O nəsildə olur görsən, gəlir. Qiyas elədi, qiyas, müqayisə elədi. Bu olar. Fikdə olar. Lakin əqidədə isə olmaz belə. Deyilmez Allah Teala məsələn səmaya uçdu, elə bir ki məsələn bələnçi, nərimnə. Allah Teala çünki əqidə məsələləri necə gəlib o cür qəbul etmək lazımdır. Elə deyil. Və ümumiyyətlə qiyasa dəlillər Qurandan var. Məsələn, qiyasa dəlillər Şura surəsi 17-ci ayə. Şura 17-ci ayə və məsələn Ənbiya 104. Bir də oxuyaq Ənbiya, məsələn birini oxuyaq. Ənbiya 104. Bunlar hamısı dəlildir qiyasa. Şura 17. Ənbiya 104. Fatir 9. Bir daha oxuyaq. Ənbiya neçə? Ənbiya 104. Və leysə fi sünnət qiyas. Göyü kitab səhifəsi kimi büküb qatlayacağımız günü yadınıza salın. İlk dəfə yaratdığımız kimi dirildib əvvəlki halına salar. Qiyas elədi. Müqayisə elədi. Necə ilk dəfə yaratmışdır və o cür şirsən Allah Teala qiyas elədi. Necə birinci də yaratmışdır, siba o cürdə qiyamət günü dirildəcək. Bu məsələn qiyasa dəlildir. Bu kitab səhifəsi kimi, yəni kitab səhifəsi kimi qiyas elədi. Həm orada xəlqə, amma kitab səhifəsi kimi şeydədir, şurada 17 orada mizanla qiyas eləyir kitabı. Həmçinin Fatirdə də 9 orada, amma hədislər qiyas barədə çoxdur, hansı ki biz qeyd elədik. Hansı ki gəlib biri soruşur, anamın yerinə borcu var orucdan, tuta bilərəmmi mən? Peyğəmbər sallallahu dedi ki, anamın kiməsə borcu olsaydı verməli idi, dedi hə, dedi oruc dənənçi idi. Görsən qiyas elədi, həmçinin necə uşağın cür olması qiyasdır. Və lakin İmam Əhməd deyib ki, qiyası qəbul eləməyib. Lakin biz dedik ki, İmam Əhməd hansı qiyası qəbul eləməyib? Yəni əqidədə qiyası qəbul eləməyib və həmçinin qiyasın bəzi növləri var, İmam Əhməd qəbul eləməyib. Yoxsa İmam Əhməd qiyas qəbul eləyib və özü də qiyas eləyib fiqdə. Və ən çox da fiqdə qiyas eləyən hənəfilərdir. Ən çox. Hənəfilər qiyas çox eləyiblər. Ola ki, biz dedik, keçən dərsimizdə nə vaxt qiyas olunur, qiyasın şərtləri, yəni fiqdə, əqidədə yox, fiqdə qiyas nə vaxt olur, şərtləri nədir və s. Elə deyil, adından çıxmıyor. Çalışın. Yaxşı, sonra Şeyx buyurur ki, İmam Əhməd Rahimullah 10-cu qayda, yəni əqidədə وَلَا تُضْرَبُ لَهُ الْأَمْثَالِ yəni ona məsəl çəkilməz. Yəni dəlil gələndə Allah Teala'dan və ya Rasul sallallahu aleyhi ve sellem demək olmaz necə, yəni ağlı işlətmək ki, bu belə ola bilməz, şək eləmək. Yəni əslən dəlil gəlibsə birdən ağlın kəsməyən bir şey. Lakin dəlil deyib belədir. Hələ də qəbul eləməlisən. Allah Teala'dan və ya Rasul sallallahu gələn şeylər. Məsələn, ona görə məsələn Əbu Hureyra radiyallahu anhu
bir gün söhbət edir, deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, o şey ki, odda qızdırılıb, ondan dastamaz almaq olar. Birinci nəhv olunmuşdu. İsti sudan dastamaz almaq. İsti şeylə, od dayan şeylə. Lakin Əbu Hureyra məclisdə söhbət edir, deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, od dayan şeydən dastamaz almaq olar, yəni qızdırılmış şeydən. Bu vaxt qalxıb sahabələrdən biri Əbu Hureyra dedi ki, və Peyğəmbər sallallahu aleyhi ve sellem etiraz elədi buna. Dedi ki, Peyğəmbər sallallahu belə də deyib baxı. Bu Əbu Hureyra dedi ki, misal çəkmə, Peyğəmbər sallallahu aleyhi ve sellem deyəndə sözünə başqa şey gətirmə. Peyğəmbər sallallahu aleyhi ve sellem belə bir şey deyibsə, onun sözünə başqa bir şey gətirmə. Yəni, təslim ol, qəbullə. Və məsələn, Əbu Hureyra hadisində gəlir ki, 2 dənə qadını bir-birlərini öldürürlər. Aleyhisselam. 2 dənə qadın bir-birlərini öldürürlər və qan bahası hərəsi diyə verir. Və uşağın yerinə də, biri də hamilə olur. Uşağın yerinə də verməli olur. Biri də axır ki, uşaq heç eləmir baxır. Uşağın yerinə üçün o vaxt deyir ki, sən seyrbaz kimisən, kahinlər kimisən. Yəni, əgər Peyğəmbər salsı deyirsə, kifayət eləyir. Yəni, Rasul Allah Teala ayəsi gələndə və ya Rasul salsı hədisi gələndə demək olmaz, necə, mən belə ağlı işlətmir, məsələ. Və ya məsələn, necə Əbu Muaviyyənin rivayətində gəlir, Əbu Hureyranın rivayətində deyir ki, Əbu Muaviyyə Əbu Hureyranın rivayətini qeyd edir və deyir ki, Adəmlə Musa aleyhissalamın nəyin? Mübahisəsi. Və bir mübahisəsi Adəm aleyhissalamla Musa aleyhissalamın mübahisəsi ki, Musa aleyhissalam dedi, sən nöşbələ elədin və sonra Adəm aleyhissalam qədəri dəlil gətirdi və s. Və məşhurdur. Danışmışıq bu hədisə. Onlar o qadında bətində olur uşaqda. Bətində, hə. Aleyhissalam. Və bu vaxt deməli, bu söhbət də Əbu Muaviyyə bu söhbəti eləyir, Əbu Hureyra rivayətin Harun Rəşidin məclisində. Və bu vaxt İsa ibn Cəfər deyir ki, bu Adəmlə Musa aleyhissalam arasında bu fərq var. Elə ki, biraz şey eləyir, yəni şək gelir bu rivayətə. Deyir ki, Adəmlə aleyhissalam, doğrudan belə baxanda Adəm aleyhissalamla Musa aleyhissalam arasında böyük fərq var. Lakin Harun Rəşid bu vaxt qalxır, deyir ki, Əbu Muaviyyə deyir ki, radiyallahu anh, o deyir ki, Peyğəmbər salsan belə deyib, sən də danışsan necə ola bilər belə şey? Deyir, Peyğəmbər salsan belə deyib, qutardı. Necə görüşüb Allah bilir. Ola ki, biz qəbul edirik ki, Peyğəmbər salsan belə deyib, kifayət eləyir. Harun Rəşid etiraz edir. Və belə, hər bir müsəlman ümumiyyətlə, Allah Taala'nın ayələri, Peyğəmbər sallallahu aleyhi ve sellemin hədislərin səhih qəbul eləməlidir, baxmayaraq onun ağlı kəsməsə də, birdən elə olsa. Çünki sən bilginən ki, düzgün ağılla, düzgün şəriət, haqq heç vaxt ziddiyyət olmaz. Lakin hərdən görürsən, ağıldan keçir, ağılın həddindən, şər, yəni şəriət. Onda ağıl gəlir tabula. Çünki ağıl nədir? Tabidir şəriətə. Şəriət tabi deyil ağla. Çünki o kəlam əhli, onlar aleyhissalam, onlar əzəmətləndiriblər ağlı. Ağlı əzəmətləndirib, hətta tabi ediblər şəriəti ağıllarına. Amma əslində nədir? Ağıl tabidir şəriətin nə üçün? Çünki şəriətdə elə şeylər var, ağıl dərk edilməz. Məsələn, qiyamətin necəliyi belə, necə olmağı belə, necə deyib, cənnət necə deyib və s. Ağıl dərk edilməz bunu. Baxmayaraq, bəzi kəlmələr bizim dünyadakı işlənən kəlmələr, məsələn, meyvənin adlarına və s. oxşayır. Ola ki, keyfiyyət tam oxşayır, dərk edilməz ağıl. Ağıl acizdir. Ağıl verən bu dünyada olan şeyləri dərk edə bilmir, bəzi şeyləri. Qaldı ki, axirət məsələləri. Ona görə ağıl acizdir, ağılın həddi var. İmam Şafii deyir, necə ki, görməyin həddi var, ağlın da həddi var o cür.
Lakin kəlam əhli, yəni fəlsəfə və s. onlar şişirdiblər ağlı və nəticədə nə ediblər? Şəriəti başlayıblar ağıl nə dərk eləyir götürməyə, düz saymağa, ağıl nə dərk eləməyib, deyib bu yalandır və ya bu düzgün deyil, bu yaxşı deyil. Necə ki, məsələn, Farabi, İbn Sina, hamısı bunlar fəlsəfəçilərdir və görürsən, ağlı şişirtməyə görə düşürlər zəlalətə. Hamısının bu Aristotelin zaten fikirləridir, fəlsəfənin. Və İbn Sina da tabidir Farabinin fikirlərinə. Və Farabi də türk olub. Fikirlərindən ki, şişirdi bağlı, özdə fəlsəfəçilər həmişə, fəlsəfəçilər bilirsən, həmişə çəkilirlər təkliyə və təklikdə fikirləşirlər və yazırlar. Və fəlsəfəçilər əsasən belə şeylər eləyir. Yəni, Farabi özü də çox şişirdi bu məsələni. Hətta ona dedilər ki, sən güclü olarsan bu məsələdə, yəni fəlsəfədə yoxsa Aristo. Yəni, Yunan fəlsəfəçisi. O da dedi ki, əgər mən o vaxtında olsaydım, mən o böyük tələbələrindən olardım. Belə cavab verir. Əgər mən o vaxtında olsaydım, mən o böyük tələbələrindən olardım. Yəni, Aristo'nun. Lakin əsas da bu firqələrdə ağlı əzəmətləri kimlərdir? Yəni, Mötəzillər, Əşarilər və nəticə verdi əqidələr çıxmağa. Sonra Maturidilər, hələ xavariclərin özləri və s. və belə. Ona görə necə Şahristani buyurur, deyir ki, Mötəzillər yığışdılar ki, 19 dənə firqəsi yığışdılar, dedilər ki, gəlin birləşək də, yəni bir dənə ağla gələk. Deyir, ayrılanda 20 dənə fikirdən çıxdılar. 19 dənə firqə idi, oldu 20. Yəni, görürsən, ağıl nədir? Ona görə olmaz, yəni, ağıl acizdir şəriətin qabağında. Ona bilər ağıl, məsələn, necə Peyğəmbər salsan, deyir ki, 2 nəfər mindi, Peyğəmbər sahabələr söhbət edir, deyir ki, 2 nəfər mindi dalanın üstünə, dana başını çöndərib, deyir ki, mən bunun üçün yaranmamışam. Rasılsası gördü ki, sahabələr gözlərindən göründü ki, bunlar nəsə belə təəccübləndilər. Yəni, təəccüblənirsən dana danışmalılar, dana danışmır axı. Belə baxdı Rasılsası, dedi ki, mən Əbu Bakır Ömər, yəni o danışır arxayında da, mən Əbu Bakır Ömər inanırıq buna, danışdı. Əbu Bakır Ömər yəni arxayında danışır. Deyir ki, heç vaxt bunlar müxalif olan, heç vaxt. Yəni, ağıl, təbii ki, ağıl biraz bəlkilənməz, yəni belə şeylər, lakin fikirləsən təslim necə olmalı. Müsəlman mənasıdır, müsəlman. Lakin biz o demək deyil ki, biz ağlı atmışıq, qurağı, ağlı istifadə eləmə, gör ki, biz ağlın əleyhinəyi necə zərat ağlı bizi ittiham edirlər, biz ağlı heç nə eləyirmişik, gör ki, ağıl dərk eləmək bizdə yoxdur, gör ki, bizdə ağlı işlətməyə, biz ağlın əleyhinəyi və s. yox. Yəni, düzdür, biz ağlın əleyhinəyi, o ağlın ki, hansı ağlın? Hansı ki, şəriəti aşır, şəriəti aşır, şəriəti fırladır, şəriətdə səhi gələn bir şey, məsələn, səhi hədisi inkar edir, biz o ağlın əleyhinəyik. Aydın o ağlın, yoxsa ağlın, biz deyirik, ağlı var, ağlın məqamı var, məkanı var şəriətdə, lakin deyirik, həddi var, həddi var, o budur. O görə, yəni, Rasul Allah-u Teala'nın və ya Peyğəmbər sallallahu aleyhi ve sellemin ayələri və ya hədisləri gələndə, yəni, müsəlman gərək təslim olmalıdır. Çünki elə şeylər var ki, biz dediyiniz İmam Əhməd də buyurur ki, və la tudrakü bil uqul. Yəni, ağıllar dərk, elə şeylər var şəriətdə, ağıllar dərk eləməz, ağıl dərk eləməz onu. Ona görə, həmçinin nə ağıl, nə də insanın havası, hansısa bir elm, dərk eləməz. Elə şeylər var, elm də azizdir. Məsələn, qeybi məsələlər, qeybi məsələ heç kəs dərk eləməz, nə qədər elm olsa da. Və yol nədir? Belə şeylərdə o şeylərdir ki, dərk olunmaz. Yol odur ki, müsəlman
gerək tabi ola, tabiçilik. Və budur. Və sonra Şeyx Rəhiməllah, necə Əli ibn Əbi Talibin sözü var, Əli ibn Əbi Talib buyurur ki, əgər din ağla görə olsaydı, məssi gərəyi xofun üstündən çəkəndə, məssi xofun üstündən. Xof o, yəni bir şey gəyəndə çəkməyə bənzər, dəridən düzəlir. Və ya corabın üstündən, xofun üstündən altından çəkməliydik. Çünki əslində çör-çöp nə olur? Altında erişir bunu. Ağılla olsaydı, yəni ayağımızın altından çəkərdik məssi. Yəni xofla, yəni xofsuz yox. Yəni xofsuz bir sükürmaqdır. Lakin, deyir ki, əgər ağılla belə baxanda məskəri atdan çəkirlər, çünki çör-çöp orada qalır əsasən. Lakin, nə üçün üstdən çəkirik? Xofun üstündən. Çünki Rasul s.ə.v çəkib belə biz də onu çəkirib qıtardı. Fikirlərsən, Rasul s.ə.v çəkib belə, biz də belə çəkirib qıtardı. Salamat yol budur. Mömin gəlir, müsəlman. O şeylərdir ki, ayə var, hədis var. Demək olmaz, xüsusilə məsələ demək olmaz, necə, nə cür. Tabi olmaq lazımdır. Aydındır, olar, belə çoxdur, misallar, Quran sünnədə hansı ki, ağıl dərk edilməz, lakin müsəlman yeri kifayətlənən. Və sonra Şeyx Rəhməllah başqa məsələləri toxudur, o da qədər məsələsi zad gəlir, hansı ki, sünnən üsullarındandır da, yəni əqidənin. İnşallah qalsın gələn dərsimizə, Allah bilir, biz 10-cu misala keçdik, 9 və 10-u. Və alə əlihi və sahbihi əcməyinə məbad. Sonra Şeyx Rəhməllah İmam Əhməd, Əhl-i Sunnə və Cəma imamı deyir ki, 11-ci qayda və minə sünnəti ləzimə əlləti mən tərəkə minhə xaslətən ləm yəqbəlhə və yu'minu bihə ləm yəkun min əhlihə. Şeyx Rəhməllah o vaxt ki qeyd etdi ki 10-cu qaydada nə gəlib Quran sünnədə ağıl dərk eləməsələ qəbul eləməlisən 10-cu keçmişdik. İndi 11-ci deyil. 11-ci qayda ki dedik həmçinin sünnətdən, yəni lazım sünnətdən budur ki, yəni sünnətin lazımlığından və ya tərk sünnətlə gedən səhətlərindən də biri budur ki gərək ondan heç neyi tərk eləməyə, yəni inkar eləməyə, yəni sünnədən heç neyi tərk eləməmək. Yəni burada ola bilər Şeyx Rəhməllah gətirir ki, ola bilər insan ağlıyla bəzi şeyləri qəbul etsin, ola ki bir iki şeydə desin mən razı deyiləm, yəni göstərir ki bu tabiçilik tam olmalıdır. Yəni elə şey yoxdur ki, sən sünnədə bəzi şeylər qəbul elə, bəzi şeylər. Məsələn, imanın artı şərtləri var. Deyirəm, mən 5 şərtin qəbul eləyəm, birin yox. Məsələn, qədənin xeyrinə şərinə inanmıram. Və ya qədənin xeyrinə şərinə inanıram və ya bir başqa cür inanıram və ya nəsə orada inanmıram. O düzgün deyil. Əleyhissalam. Ondan bu iman qəbul olunmur. Aydındır. Belə iman qəbul olunmur və müsəlman, yəni mömin gərək hər şey qəbul eləyə. Nə gəlib şəriətdə? Əleyhissalam. Və belə deyil ki, sən bəzilən qəbul elə, bəzilən yox. Kim belə eləyirsə, əhl-i kitab misaldadır. Çünki onlar bəzilən inandılar, bəzilən yox. Qəbul edilər, bəzilən yox. Olmaz. Ona görə sünnədə nə gəlib? Həmçin burada sünnə deyəndə, yəni Quran da və sünnə deyəndə burada yəni yol, minhəc. Və minhəc də mühümdür. Aleyhissalam. Minhəc biraz fərqlənir. Və minhəc də bu saat indi çox işlənir. İndi minhəc məsələsi mühümdür. Hətta elə mühüm olub ki, sünnələ gedmək kifayət deyil. Baxmaq lazım minhəcə. Minhəc nədir? Minhəc nədir ümumiyyətlə? Adam var, müsəlmandır. Deyir, Quran sünnələ gedirəm. Lakin, baxmaq lazım Quran sünnələ gedəndə hansı minhəcdədir? Necə başa düşür bu Quranı, sünnəni? Başa düşmək. Və minhəc mühümdür bu saat. Adam var, məsələn, görür ki, Quran sünnədir, saqqal azal, ağlayır, bir şey danışanda azal, dəhşət da, dəhşət da. Anlanır.
O minhəcə baxmaq lazımdır. Minhəc nədir? Bəlkə minhəc xarabdır. Deyir, mən Quran sünnəni gedirəm, lakin götürür ayələr hansı ki, deyir ki, öldürmək zat, o birisi ayələri tərk edir. Ona görə zahir kifayət deyil. Hətta batində. Baxmaq lazımdır minhəcə. Bugün bizim yaşayışımızda mühümdə bu ne? Mühümdür bizim yaşayışda. Adam var görürsən, uydu birinə. Gözəl danışdı. Və ya gördü ki, nəsə elədi bu. Və ya məsələn, zahirdən sünnətin bütün əlamətləri var onda. Allanır. Minhəcə baxmır. Və baxmalar minhəc, olan fikirləri nədir? Hətta minhəcə baxmaq lazımdır. Fikirləri nədir? Bu nəyə aparır bu? O buna baxmırlar çoxsu. Allah'ınlar belə şeylərlə. Şuarla, zadla. Ondan Allah şuar danışır. Şuar çoxdur. Minhəcə baxmaq lazımdır. Adamın fikirləri nədir? Baxmaq lazımdır. Elminə mütəməkkindir, yoxsa yox. Məsələ, okeana girib gəmiyə Aleyhisselam. Kapitan da zəifdir. Bir kapitandır. O da bilmir, harada ayzlıq var. Adam sənə elə dərinliyə salırlar, akulalar, balinaların içinə. Ona fikir vermək lazımdır. Hara dərindir, buradan keçmək olmaz. Batarsan. Düşür dalınca, motorsal yeri dalınca batdılar amir. Sonra lotka da gəlmirdi Allahınca. Çünki uzaqlaşırlar axı artıq. Necə yer kömək eləyəsən onlar artıq? Aydındır? Ona görə çox qardeşlər bu şeylər bilmir, minhəc. Bu saat minhəcdən məsələn küfür məsələləri. Küfür məsələləri minhəcdəndir bu saat. Görürsən, deyir, mən Quran sünnədən bizdən səhvdə dayanır. Bizi kafir sayır. Hələm danışıram başqalarına. Bizi kafir sayır. Bizi indirməyin 100%. Təsələm, minhəcə bax, subhanallah. Və olsun Quran sünnədə. Deyir, mən Quran sünnədə, mən əsl müsəlmanam. Və qaldırır cihad məsələsin. Deyir, haradasa öldürürlər. Sən haradan nöş danışırlar? Bizdə də öldürürdülər. Onlardan nöş danışır bizimkilərdən. Heç də bizimkilərdən danışmır. Amma bizimkilərlə olan aslında fərq yoxdur ya. Əksinə, bizdə, Qarabağda cihadın şərtləri daha aydındır başqa yerlərdən. Çünki bizdə Qarabağda inqilab eləməyiblər ki. Deməyiblər müstəqil izah, heç nə. Dünya söhbətləri. Yox, cəmaat yaşayırdı sakit, ermənilər gelib zəbt eləyib. Orada bax, müdafiə cihadın yeridir. Lakin baxmayla biz demirik orada cihaddır. Lakin müdafiənin əsl yeridir ora. Oradan danışır, səhvlər də aydındır. Artıq bilinir ki, o tərəf kafirdir, bu tərəf müsəlmanlardır. Başqa yerlərdə kimdir? Başqa yerlərdə başqa cür qarışda. Onlar danışanlar çoxsa heç məlumatı yoxdur oradan. Bilmirlər vəziyyət necədir orada. Ona görə baxmaz minhəcə, minhəc bu adam danışır cihaddan. Cihad elə də nəfsinlə elə. Elə nəfsinlə, elə elmlə. Əgər sən qutarmısan hər şeyi, keçmişsən o birisinə. Baxırsan evində vallahi o danışanların çoxsunun o nasıl danışır ha. Həkmallah. Vallahi evində müsibətdir, baş verir. Sən birinci cihadı evində ölə, yəni dalaşmaya cihad mənası. Yəni cihadı evində ölə, yəni ata-anama bax ki ilə birinci. Olan haqlarını ödə. Qonşuların haqlarını ödə. Cihad budur, elə cihad belə başlayır da, cihadın mərtəbələri, mərhələləri budur. Sən necə bu cihadda eləməmsən, keçmirsən, böyük cihadda heç bilmirsən əslən, o nədir əslən? Ona görə minhəc mühümdür. Görürsən, Quran sünnələ getmək kifayət deyil, gəlin minhəcə də baxmalısan. Baxmalı minhəcə nədir? Minhəc də, soruşma minhəcin nədir? Çünki Allah da bilər səni. Çünki onlara görə, xavaricləri görübsaq, kim olan fikrində o kafirdir. Və sənə yalan danışa bilərlər. Çünki kafirə yalan danışma olar da. Ona görə, nə danışsan, mən hələ deyiləm, nə danışsan? Belə, Quran sünnə, elm, zat, elm. Elm öyrənmək lazımdır. İstihza eləyir. Keçir onda yersən danışır danışır. Bunlardan soru gəlir. Bilsən, ixvan kökdür.
İxvan olmasın, bunlar minhəclərdir bu saat. Ne üçün mən tez bunlar danışa bilin də? Çünki qardaşlar bilmirlər. Bilmirlər, ayrımla bilmirlər nədir, zahir Allahdır və ya danışıq Allahdır zat. Belə şeylər varsa, İslam aləmində dəhşətlər baş verir. Bizim çox məlumatımız yoxdur ona görə. Deməli, Quran oxumurdur, ərəbcə oxumurdur, ancaq Azərbaycan oxuyur. Bir də ki, cümlələrə gəlir, dərsləri də qabulləmir, heç kimi dərslərini qabulləmir. O qəlbi yaradır. Qəlbi yaradır, onun məsəbin adı. Yalan danışma bunlar. Kafirə yalan danışma. Olmaz. Kafirə yalan danışma olar döyüşdə, müharibə vaxtı, müharibədə. Belə olmaz. Deməli, qeybət eləmək olar kafirdən, lakin yenə adət eləməməkdə, yəni, çünki qeybət elədir ki, dili nə öyrəşdirdin çox belə başlayı eləməyə. Xavaclərdən götürüblər ki, kafirə yalan danışmaq olar deyib, bizlərə yalan danışmaq. Xavaclar çünki birinci olar, kafir deyəndə bölmürlər kafirləri. Yəni, onların gözünə kafir şeydir. Həndə küfür məsələsi olarkən, elə bir miçəy qoymaqdır belə, burnuma qoymaq belə rahat məsələdir, yəni kafir demək adama. Elm yoxdur axı. Bilmirlər, qayda yoxdur, bilmirlər küfrün şərtlərin. Aydın da ona görə. Ona görə şişirdiblər, şəriyyəti şişirdiblər məsələləri. Bir dənə nəsə gördülər, nəsə belə ayrı bir şey oldu, o saat küfür edirlər. Aydın, elm yoxdur ona görə. Ona görə, ixvanlar. İxvan kökdür. İxvan-ı Müslümanlar qardaşlar, bunlar 20-ci əsrdə yaranıb. Həsən el-Banna və Seyyid Kutub. Bunların başçılardır. Təbii ki, bunlar heç bir elm əhli olmayıblar. Bunlar siyasətçilər olub. Bizdə bu partiyalar yoxdur, partiyaların başçıları. Bu hələ adamlar olub. Bunlar dindar olmayıb. Yəni, şəri elm sahibləri zat. Ona görə, məsələn, o adı Seyyid Kutubun bizim qardaşlar yazmayıblar, tərcümə eləyiblər, o yazmayıblar. Tərcümə eləyiblər. Bəzi şeylərin orada bəyan ediblər ki, bax, məsələn, İxvanlar çünki onu səni qaldırırlar, dəhşət edirlər də. Yəni, elə şeylər ki, hər şey bundan götürürlər. O da hələ adam deyil, biz təyin eləmirik heç kəsə. Biz bəqət göstərmişik ki, bu elə adam deyil ki, bundan hər şey götürmək. Bu elm əhli deyil. Götürəndə elm əhlindən götürməlisən. Elə deyil. Sən götürürsən, bu adam la ilahe illallahı düzgün tərcümə eləməyib. Sən bundan nə götürürsən? Belə adam dalınca düşən fəlakət daxı, adamlar uçurma para, elə deyil. Ona İxvan-ı Müslümin kökdür. Lakin İxvan-ı Müslümin bu Misirdə yanılır.